Salam əziz şagirdlər. Bugün sizinlə Dövlət İmtahan Mərkəzinin test toplusunun natural dillər bölməsindən natural dillərin bölünmə əlamətləri və qalıqlı bölmə alt bölməsinə aid 6 maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 7 nömrəli sualdır topludan. Sualda deyilir: n bərabərdir 1, 2, 3 və bu qayda ilə ardıcıl ədədlərin hasili verilib 10-a qədər. Və üzərinə gəl 14. Deyilir ki, n ədədinin 18-ə bölünməsindən alınan qalığı tapın. Biz n ədədinin 18-ə bölünməsindən alınan qalığı tapmaq istəyiriksə, bu zaman bu ədədi parçalayıb hissə-hissə 18-ə bölünmədən alınan qalıqları cəmini ala bilərik. Bunun işimizin daha sadə olması üçün edirik. Yəni, 1-dən 10-a qədər ədədlərin hasilini ayrılıqda 18-ə böləcəyik və 14-ü də ayrılıqda 18-ə böləcəyik. Bizə qalıq lazım olduğu üçün biz tam hissələrə baxmırıq. 1-dən 10-a qədər ədədlərin hasilini 18-ə bölsək, biz tam bir ədəd alacağıq. Çünki 18-in vuruqları 3-ün kvadratı vur 2-dir və bu vuruqların hər biri yuxarıda gördüyümüz kəsirin sürətində var. Yəni, 1-dən 10-a qədər ədədlərin hasili 18-ə qalıqsız bölünür. Deməli, bu toplama əməlində sol tərəfin qalığı 0-dır. Sağ tərəfdə isə 14-ün 18-ə bölünməsi lazımdır. 14 isə 18-ə tam bölünmür. Yəni 14 18-ə böldükdə qalıq elə özü 14 qalır. Və biz toplama əməlində ayrı-ayrı 18-ə bölmə əməlini etdik və qalıqların biri 0, digəri 14 alındı və biz onları topladıqda ümumi qalığımız yenə 14 alınır. Deməli, sualımızın düzgün cavabı eləyir Y variantı. Keçirik növbəti suala. Növbəti sual 13 nömrəli sualdır. Sualda deyilir: A ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda 8 alınır. A ədədinin 5-ə bölünməsindən alınan natamam qisməti tapın. Yazaq, yəni A ədədini 10-a böldükdə A böl 10, natamam qismətdə C, qalıqda isə 8 alınır deyir. Qalıq 8-dir. Biz burada bölmədə, qalıqlı bölməyə aid xassədə bölünəni tapmaq üçün olan qaydanı tətbiq edək. Yəni, bölünəni tapmaq üçün böləni natamam qismətə vururuq və üzərinə qalığı gəlməliyik. Deməli, A ədədi 10C üzərinə gəl 8-dir və onun 5-ə bölünməsindən alınan natamam qisməti bizdən soruşur. Gəlin, bölək. 10C üzərinə gəlir 8-in 5-ə bölünməsini qisməti soruşulur. Biz bu toplama əməlində məxrəci sürətlər üzrə sürəti eyni məxrəcdə parçalayaq. Üzərinə gəl 8 böl 5. Nəticədə 10C-nin 5-ə bölünməsindən cavab 2C alınır. Üzərinə gəl 8-in 5-ə bölünməsindən alınan qalıq tam cavab 1. Və bizdə 5-də 3 qalır. 3 bizdə qalığı bildirir. Bizdən isə qalığı deyil, natamam qisməti soruşurdu. Cavabımız olur 2C üzərinə gəl 1. Düzgün cavab D variantı. Növbəti sual 25-ci sualdır. 25-ci sualda deyilir: AB ədədinin BA ədədinə bölünməsindən alınan natamam qismət vahidə, qalıq isə 36-ya bərabərdir. A-nın ala biləcəyi qiymətlərin cəmi soruşulur. Deməli, AB ədədinin 2 rəqəmli ədəddir. BA 2 rəqəmli ədədinə bölünməsindən alınan natamam qismət 1-dir və qalığımız isə verilib bizdə 36. Bir məsələdə diqqətli olmaq lazımdır. Burada nəyə diqqət edirik əsas? Bilməliyik ki, qalıq heç vaxt böləndən böyük ola bilməz. Yəni, BA 2 rəqəmli ədədi böyük olmalıdır 36-dan. Bunu bilərəkdən AB və BA ədədlərinin açılışlarını istifadə edəcəyik. Ondan əvvəl biz bölünmənin
bölünmədə natamam qismətə və bölənə görə bölünənin tapılması qaydasını tətbiq eləyirik. Yəni A, B 2 rəqəmli ədədi bərabərdir. 1 vurulsun B, A 2 rəqəmli ədədi və üzərinə gəl 36. Bunun sadələşdirməsini eləsək, AB-nin açılışı 10A üzərinə gəl B bərabərdir. 1 vur BA, yəni BA ədədini verir. O isə 10B üzərinə gəl A deməkdir və üzərinə gəl 36. Burada məhsulların bir tərəfə keçirək və sadələşdirməni eləyək. Sol tərəfdən yazacağam. 10A üzərinə gəl B çıxılsın 10B çıxılsın A bərabərdir 36. Burada sadələşdirməni eləsək 9A çıx 9B bərabərdir 36. Hər tərəfi 9-a bölsək A çıx B bərabərdir 4 alarıq. Yəni A-dan B çıxdıqda cavab 4 qalmalıdır. İndi biz bu A və B ədədlərinin rəqəmlərini təyin etməliyik. Bu rəqəmləri təyin etmək üçün qiymətləri qoyaq. A-dan B-ni çıxanda 4 alınırsa, A-ya ən maksimum olaraq 9 vermək olar. Bu zaman B 5 olacaq. Daha sonra A-ya 8 vermək olar. Bu 4-ü verəcək. A-ya 7 vermək olar. Bu zaman B-miz 3 qalacaq. Və bundan sonra A-ya 6 versək biz əgər, 6 versək, B-miz 2 olacaq ki, diqqətli olsaq görərik ki, bu zaman BA ədədi 26 olacaq idi və bu şərtimizi ödəməyəcək. Deməli, biz artıq bundan sonraki seçimləri təyin edə bilmərik, çünki bu zaman bizdə bölən qalıqdan kiçik olur. Və A-nın ala biləcəyi qiymətləri soruşduğuna görə A-nın ala biləcəyi qiymətlər tapdıq ki, 9, 8 və 7-dir. 9 üzərinə gəl, 8 üzərinə gəl, 7-ni soruşur bizdən. Bu isə eləyir 24, düzgün cavab A variantı. Keçirik növbəti suala, 28 nömrəli sualdır. 28 nömrəli sualda yenə də bir ədəd verilib və onun 4-ə bölünməsindən alınan qalıq soruşulur. Burada da biz ümumi olaraq eyni qaydanı tətbiq edəcəyik. A bərabərdir 7219 vurulsun 35274 bu ifadənin kvadratı üzərinə gəl 3. Bu ədədin 4-ə bölünməsindən alınan qalığı soruşursa, biz burada ədədlərin özlərini deyil, 4-ə bölünməsindən alınan qalıqları alaraq misalımıza davam edəcəyik. Yəni necə? 7219 ədədinin 4-ə bölünməsindən alınan qalığı tapırıq. 4-ə bölünmə əlaməti son 2 rəqəmin 4-ə bölünməsi idi. 19 son 2 rəqəmin əmələ gətirdiyi ədəddir. 19-un 4-ə bölünməsindən alınan qalıq 3 olur, vurulsun. 35274 ədədinin 4-ə bölünməsini üçün 74-ü 4-ə bölürük. Bu zaman burada qalıq 2 qalır. Baxın, diqqətli olun. Yalnız qalıqlarına davam edirəm. Və üzərinə gəl 3. Burada verilən ədədi hesablayıram. 3 vur 2. 6-nın kvadratı 36 və üzərinə gəl 3 eləyir 39. Amma bu dəfə biz 39-u cavab olaraq götürə bilmərik. Çünki bizdə 4-ə bölünməsindən alınan qalıq soruşulur və hər hansı bir ədədin 4-ə bölünməsindən alınan qalıq 4-dən kiçik olmalı olduğuna görə 39-u deyil, 39-un 4-ə bölünməsindən alınan qalığı götürəcəyik. Bu zaman da bizdə qalıq olaraq verəcək 3. Deməli, düzgün cavabımız olur 3. Keçirik növbəti suala. 35 nömrəli sual. 35 nömrəli sualda deyir ki, n ədədini m kubu ədədinə böldükdə natamam qismətdə 2, qalıqda 31 alınır. Bunu da diqqətlə yazaq. Yəni, n ədədini bölürük m-in kubuna. Bu zaman natamam qismətdə 2, qalıqda isə 31 alınır. Yenə də biz burada bölünməyə görə qalıqlı bölmədə əsas şərti unutmuruq. M-in kubu böyük olmalıdır 31-dən. Çünki qalıq hər zaman böləndən kiçikdir. Bunu yaddan çıxarmırıq və bizdən soruşulur ki, n-in ən kiçik qiymətini tapın. Biz burada n-i tapmaq üçün təbii ki, 2-ni m-in kubuna vurub üzərinə 31
gəlməliydik. Artıq bu sonuncu aldığımız tənlik misalından görə bilərik ki, n-in ən kiçik qiymətini tapmaq üçün mütləq şəkildə m-ə də mümkün qədər ən kiçik qiyməti verməliyik. Lakin burada m-ə bizdə bəzi qiymətlər ən kiçik qiymətlər verməyə mane olan m kubunun 31-dən böyük olması şərtidir. Yəni biz m-ə həm ən kiçik, həm də kubu 31-dən böyük olan bir ədəd verməliyik. Bu ədəd isə 4 ola bilər. Yəni m-i 4 götürəcəyik. Çünki m-in kubu 31-dən böyük olsun. 3-ün kubu 27-dir. Daha sonra 4-ün kubu gəlir ki, biz məcbur onu götürək. Və davam eləsək, m-i 4 götürdük ən kiçik qiyməti üçün. N bərabərdir. 2 vur 4-ün kubu üzərinə gəl 31 bərabərdir. 2 vur 64 üzərinə gəl 31. 128 üzərinə gəl 31. Bu isə eləyir 159. Rəqəmləri cəmi soruşulur. Rəqəmləri cəmi soruşulduğuna görə biz 159-un rəqəmlərini cəmləyirik. O isə bizə verir 15 cavabını. Keçək 37-ci suala. 37-ci sualda deyilir ki, 5800 AB, 5800 AB bir 4 rəqəmli ədəd və bir 5 rəqəmli ədəd 23800 CD. Bu ədədlərin hər ikisini 4-ə böldükdə qalıb 2 alınır. Və bunu bildikdən sonra A üzərinə gəl B bölünsün C üzərinə gəl D ifadəsinin ən böyük qiymətini istəyir. Biz bilirik ki, bir kəsirin ən böyük qiyməti alması üçün onun məxrəci mümkün qədər ən kiçik olmalıdır. Sürəti isə mümkün qədər ən böyük olmalıdır ki, biz bu kəsirin qiymətini hesablasaq, ən böyük qiyməti alaq. A üzərinə gəl B ən böyük qiymət almalıdır və biz fikir veririk ki, A ilə B 5800 AB ədədinin sonluğunda yerləşir və 4-ə böldükdə qalıqda 2 verməlidir. 4-ə böldükdə qalıqda 2 vermək və cəmlər ən böyük olması üçün biz 90-dan böyük ədədləri götürək. 4-ə qalıqsız bölünən 90-dan böyük, ən böyük ədəd 96-dır. Lakin qalıqda 2 qalması üçün biz 98 götürə bilərik. Və bu zaman A ədədi 9, B ədədi 8 olacaq. Və fikir versək görərik ki, 2 müxtəlif rəqəmin cəmini 9 üzərinə gəl 8-dən böyük götürmək onsuz da mümkün deyil. Yəni bu iş artıq məxrəcdə tamamlanır. Sürətlə üzr sayın. Deməli, məxrəcə baxdıqda isə ən kiçik qiymət almalıyıq. Biz burada C üzərinə gəl D-nin ən kiçik qiymətini tapmalıyıq ki, onların 4-ə bölünməsindən alınan qalıq 2 olsun. 4-ə bölünmədə alınan qalıq 2 olub və rəqəmlər cəmi ən kiçik olan ədədi düşünsək, bu ədəd təbii ki 10 olacaq. Yəni 1 üzərinə gəl 0. Nəticədə isə bizə 17/1 və ən böyük qiymət olaraq 17 ala bilərik. Bu qədər. Növbəti videolarda görüşənədək.